Türkiyənin cənub-qərb bölgəsində vəziyyət yenidən gərginləşib və əsl döyüş meydanına çevrilib. Komendant saatının tətbiqindən sonra hökumət qoşunları PKK terrorçularına qarşı aktiv döyüş əməliyyatlarına başlayıb. Onlarla terrorçu məhv edilib. Türkiyə büromuzdan Pərviz Sultansoy ətraflı danışacaq. Türkiyə hökumətinin PKK terror qruplaşmasına qarşı sərt əməliyyatları davam edir və ötən gün Türkiyə Daxili İşlər Nazirinin verdiyi açıqlamada bildirildi ki, indiyə qədər 3000-ə yaxın terrorçu artıq məhv edilib və belə deyim ki, Türkiyə içərisində olan terrorçu qruplaşmalarının, yəni Türkiyə ərazisində olan terrorçu qruplaşmaların bütün yuvaları dağıdılıb və belə deyim ki, onlarla mübarizə də bundan sonra da sərt şəkildə davam edəcək. Və onu da deyim ki, son bir ayda 89 terrorist məhz 4 rayon ərazisində öldürülüb və son günlərdə də əməliyyatlar keçirilir və 300-ə yaxın da terrorçu qruplaşmaların üzvləri artıq Türkiyə polisi tərəfindən həbs olunub və Türk silahlı qüvvələri və o cümlədən həm havadan, həm də qurudan Diyarbakırın Sur vilayətində, Mardinin bəzi bölgələrində, xüsusilə də Diyarbakırın şəhər mərkəzlərində əməliyyatlar davam edir ki, həmin ərazilərdə də fövqəladə vəziyyət davam edir və belə deyim ki, şəhərə çıxma yasağı da artıq qoyulub. Həmin ərazilərdə dediyim kimi Türk silahlı qüvvələrinin, Türk polisinin sərt əməliyyatları davam edir və son bir həftədə artıq 5 Türk əskəri də bu əməliyyatlarda şəhid olublar.